Hünçarilər, buxaralar. Baba, buxaralar neçədir? 5'te de var, 100'de var. Kütü də, hə? Bu zil qaralar, o ağ olmayanlar neçədir? Karalar üstüne işte bu. Kütü 80 manata. O kırmızı var orada. Ha? Mor var, mor. Morla kara üstü o işte var. Mor ilə qara da ciddi. Hünçarilər, Hünkârların üstü 50 var. kütü 50 manata. Bu Pavlin Fazla 25 var. 25 manata. Bazar olsun. Tezdən çəkiliş edirəm ki, tam sizlər üçün yaxşı quşlarda çəkə bilim. Bunlarda qiymət neçədir? 20 manat. Bir dənəsi 20. Neçə tüyüdülər bunlar? Neçə tüyüdülər bunlar? 18, 19, 20 kimlerdi? 18, 19, 20 tüylərdir. Nömrə deyəcəklər ya yox? Bazar olsun öyle. Nömrə deyə bilirsən bunlara ya yox? Nömrə deyə bilirsən belə? Yok her şey. Bildim ha. Hamısı satılacaq narahatlama. Burada da əbrəşlər var. Baba, bu gözəl əbrəşdir. Nə quyruq. Bu quşlar hal-hazırda görürsünüz, bəziləri özlərini yığırsa çoxsu deyil dərman. Yəni dərmandan öncə qurd dərmanı əsas. Yəni qurd dərmanı. Qurd dərmanı verməlisiniz ki, quşlarınız ümumiyyətlə içərisində iç parazit olmamalıdır. Oldusa quşlar özünün həddindən artıq çox yığacaq. Bu məsəl üçün. Qəşəngdə quşlar var, qaralı, enli quyruqlu, əbrəş var. Ləzzət dağı var. Odu gözəldir, bu da. Qiymətləri deyə bilirsən burada? Çillər nədir belə? Çiller təqrimə quşlardır. Çiller 7 manatdan sonra. Ondan İran ilə qarşılığı vardı, ya necə? Yok. Yox. Bu əbrəşlər 7 manat. 7 manatdan. Bazar olsun. Sağ ol. Çok Sağ ol. Havanın da həddindən artıq soyuqdur. Gün də istiyi çıxsın. Sizlər üçün bir bazarı da göstərim. Yəni, hələ yeni açılıbdır. İndi çalışacağım. Yaxşı quşlar almamışdan sizlər üçün belə deyim də çəkiliş eləyim paylar. Çox yazır ki, bazarda yaxşı quş olmur. Gətirmirlər, bayaqsız çəkmisiz. Göstərək. Nə var, nə yoxdur? Qiymət neçədir bunlarda? Yaxından göstərək. Cütü 50-yə 60-a. Neçə tüydülər bunlar? Deməksə bu var. 19, 20, 18. Bravo. Aşağıda da var ya. Bunlar da eynidirlər ya fərqlidirlər? Aşağıda da var. İndi qardaşın nömrəsini soruşacaq. Drakonlar neçədir? Ağlar. 15-20 manat drakonlar. Sən nömrə deyə bilərsən istəsən. 55 981 981 13 23. 13-23. Bazar olsun qardaş. Oba, gün çıxdı. Burada sizlər üçün quyruqlar gördüm. Əla quyruqlar idi. Deyirəm da buranı sıralıca yetirdilər baxmağa. Bunları sizlər üçün göstərim ya quyruqlar. Qiymətləri deyə bilirsən bu ağ quyruqlarda? Her kadar. Açaq yaxından göstərəcəm. Neçədir qırmızılar, ağ quyruqlar? Kırmızı aktorlar, sütü 40 manat. Cütü 40 manat. Qaralar? Qara bir dənədir deyəsən, hə? Onlar da elə eyni qiymətdə. Eyni qiymət. Bu çəplər neçədir? O çəplər Qaralar. sütü 40 manat. Cütü 40 manat. Hünc. Aha. Bu çəp, qırmızı çəp. Qırmızı çəp, ağ O quyruq. tek 40 manat. Tək 40 manat. O qıraqda çəp bu. Hünkârı neçəyədir? Bəli. Hünkârı neçəyədir? İnkar ola 50 manat. 50 manat. Mayadır. Bir dənədir. İçəridə elə bir dənədir hünkârı. Bəli, bir dənə. Sən belə nömrə deyə bilərsən. 55 55 490 490 73 35. 73 35. İnşallah satarsan bunlar qalmayacaq. Bunun sənçilərdir ya Raminin? Yox, mənimdir. Səncə. Qiymət neçədir burada? 3, 4, 5. 3'dür. Bu çəkilli var Qarabaş. Qarabaşlar hamısı 4 manat. 4 manatda. İstəyən olsa 3 verir. Burada da var. Buradakiler
Arkadaşlar başka. Ha, manatlığa oxşamırlar. Bu böyle köy boynum var Ha, bu 25 köy boyun 25 manat. İran var 10 manat. İran. Bu kırmızı da 10 manat. Bu da İran budur. Kırmızı ise 15'e değil. Qırmızı çəp 15-ə. 12'ler de 10-15 ilendir. 10-15 ilə. O da çilli bir tane enli kuyruk. O da 10 manat. Ramana kuşlar adamız. Deyirsən Baxın, nömrə olsun kanalımızda. kanalımızda. Sağ ol. Nömrə deyirsən 055 55 832 832 0003. 0003. Bazar olsun. Ramın qiymətləri deyirsən? Ha kardeş sabah gel olsun. Sabahın xeyir. Gününüz kutlu olsun. Allah Sağ ol. işinizi uzun versin kardeş. Ha, şirinlik deyil, Ha, nəsə? gel qardaşım, Ha, sən. yaxşı, qutursun. Rüşvet edin rüşvet. 3'e 5'e kardeş. 3 manata, 5 3 manata. manata 5 manat. Raminin bu elə bir Tası da bu kıymetli. radno qiymətidir. 3 manat, 5 manat. 3'e 5'e 3'e 5'e. Bu boynucullu var. 5 manata kardeş. 5 manata. Bu köylü. Sağ ol kardeş sağ ol çok sağ ol. De nömrə Rami. 051 51 816 21 61. Ha, bazar olsun. Sağ ol. Burada da yakavinlər, dekorativlər var idi. Qardaşlar yazırlar, dekorativləri qabağa sağ. Vallahi əlimdən gəldiyi qədər dekorativləri qabağa sağıram ki, baxın. Sadiq qardaş var pərdədən. Sonra bir çox qardaşlar var. Çəkiliş eləyək. Yakavinlər. Bunlar o keçən bazar gətirdiklərindir, ya fərqlidir? Həminkilərdir. Soyuqdur. Qiymət neçədir bunlarda? Hə? Qiymət neçədir? Orijinalları 40 manat. Orijinallar 40 manat. Ruslarınki də 30 manat. Ruslar 30 manat. Orijinallar 40'lık da, boyunları 40'lık. Ne bal almaqda yana 40-san ya necə? Hə? Bal almaqda. Alıram da, hə, alıram. Onlar da səndir ya onlar ayrıdır? Ya bunlar hamısını. Onlara da çəkək, orada da gözəllər var. Burada qiymət neçədir? Hə? Burada qiymət neçədir? Burada sarılar cüt 60 manat. Sarılar hardadır? O sarılar var. Ha, o sarılar, düm sarılardır. Sarılar. Güllülər var, peçatlar. Qırmızı boyun, sağ ol şişsən neysən. Qırmızı boynucullar, peçatlar. Məsəl üçün bu bax. Peçatlar. Ha, 60 manat cütü. Qaralar, Burada da 20 manatda. Qara boynu. qara boynucullar da 20. Maşallah xeyləkdir. Öz quşlarındır, ya belə almısan bunları? Öz quşlarındır. Hə, nömrə deyirsən? 010 010 250 250 15 15 04. 04. Bazar olsun. Ünvan araydı. Ünvan maçdağı. Ünvan maçdağı. Sağ ol. Bir çayını içərəm orada. Sağ ol. Bir öncə hara gedirəm, konfet şokolad verirlər. Allah bunu xeyirləsin. Ki onlar da sənindir ha? Hamısı eyni deyir ha. Hə, bunlar da sizindir. Hə, burada qiymət neçədən neçədir? Cürbücürlər 5 manata. O manaqlar var, 15 manata. Manaqların Manaqlar. 40 manata. Cütü 40 manat. Ha. Bazar olsun qardaş. Sağ ol. Allah Sağ ol. Hər dəqiqədə hə, belə dekorativlər çox olmur. Düzdür, bu bazarda da o qədər iş yoxdur. Amma indi olanda olur. Burada da hər qiymətə var. Hava soyuqdur, həddən artıq soyuqdur. Quşlar özlərini dəhşət yığırlar. Burada da ağlar. Qiymət neçədir ağlar da? Sağ ol, sən necəsən? Sağın başına. Keyfini alın. Yoxsan sən. Çoxdandır yoxsan. Ha, biraz işlərim qaldı. Hə? Biri 10 manat. Bir dənəsi 10 manatdan. Bunlar hara quşu? Hardan gətirdilər Şotandan? Şükür, Allah köməyin olsun, varlasın. Bir dənəsi 10 manatdan. Hamısı bir qaldı. Hamısı bir qandır. Belə uçuşlar nətərdir? Sulla 3, 4, 3-4. Sən nömrə deyə bilərsən mənə. 70, 70 39, 309 30, 15. 30-15. Bazar olsun qardaş. Sağ ol. Nə var, nə yox məşəl, keyfin anlat hələ. Yaxşısan, şükür. Keyfin necədir? Şükür, sən yaxşı ol. Bəziləri var, görsən qiymət deməsə də, yəni yenə də sizlər üçün çəkiliş edirəm. Bu köylər neçədir? Söylər biri 10 manat. Bir dənə son var. Bazar olsun. Sarı boynu güllü, qırmızı boynu güllü.
Qiymət neçədir bunlarda da? 25 manat. Bir dənəsi 25 manat, 20 manatdan. Burada da hər nişanda vardı. Bu da göylər gördüm hə. Nə var, nə yox, necəsən? Keyfini alın. İkisi də sənin də onları. Bu kərim onunla oradan ətraflı çəkək. Hə, çalışacağım çox quşu olan, yaxşı quşu olan ümumiyyətcə qəfəsinin qapısını açıq göstərək. Tam ideal görün. 14 var. Hə, bu ağlardan başlayaq, hə? Oba. Hə, burada qiymət neçə idi? Hamısı şəkillidir, hə? 50 manat. Hə, kütü 50 manatda. Neçə tüklər bunlar? Ardıcı. Neçə tüklər bunlar? Bunlar 16, 17, 16, 17, 18. Bir yazırlar, uçuşu da soruşur. Ha, uçuş nə qədərdir? Sən özün dedin. Bunlar 4 saata kimi uçurlar. Həqiqət deyirsən 4 saat. Yəni, hər uçuşu da soruşmaq olmur hər dəqiqə. İndi özləri deyəndə belə deyirlər. Durum hamısından deyim, uçuşu soruş, uçuşu soruş. Uçan quşun da qiymətini bilirsiniz də özünüz. Bu köylər nədir belə? Xeyli aytdı ki. Bunlar da hamısı uçan. Ha, gedin o tarafa çıxarlar, bunlar gedin o tarafa. Bunlar çıxmazlar. Yəni. Nə qədərdir bundan ha? Hamısı tərcizlidir də ona görə. Hə? Kimdirsə konkret belə köy həvəskarı olub ha? Mənəm də. Öz quşlarındır. Ha, özümkilərdə də baxa bilmirəm ki. Hə, Allah sənin köməyin olsun. Xeyləkdir ha. Hə. Bunlarda qiymət neçə dedin? Bunlar cütü 40 manat. Cütü 40 manat, 50 manat. Sən bu video ilə TikToka da yerləşdirəcəm. Qalacaq yəqin ki bunlardan da. Həyətdə də vardı ya yoxdur? Yox, şey Yoxdur. 40 dənə də hamısı. İndi satmasan bazarın axırında baxaram. TikToka da qoyar. Hə, nömrə deyirsən? 70, 70 555, 555 49, 39. 49 39. Hə, bazar olsun. Əbrəş. Əvrəşlər 10 Aha, 10 manatdan əbrəşdir. Hə, bazar olsun qardaş. sağ ol. Hava dəyişir, soyuqdur. Qəfəslər də bu bazar biraz belə aralı-aralıdır. Bu göstərim. Burada da bu qırağa çox keçmirik. Bunlar özlərinin rəhliyiblər, çox rəhləniblər. Tuturlar. Keçək digər qəfəslərə. Yəni, özbək deyiləm. Bu çəkildi nə gedir də? Gürcüstan quşu. Belə olur Gürcüstan cinsi. Dur görək. Mən özbək bilirdim. Bu iki çəkildi deyək də. Həm arxa, həm. Tüttü mayası da yanındadır. Hansıdır mayası? Budur. Mayası da Azərbaycan quşudur. O Gürcüstan, bu Azərbaycan. Bazar olsun. Sarı boynu güllərdən çıxmıyor oxşuyur. Qiymət neçədir burada? 15, 15 hansılardır? Əbrəşlər. Burada bir iyi də var, qəşəng. Rəngi bilmirəm, tam düşür ya düşmürəm, ayarladır. Bu boynugüllü qara. Boynugüllü 10 manatdan. Bu pagonlu çillər? Çillər? Hə. Çil başladı da 10 manatdan. Bazar olsun. İstəsən belə nömrə də deyə bilərsən. Bazar olsun. Burada da xeylək vardı. Hə, burada qapqaralar var. Burada da bütün demək olar ki, nişanda quşlar vardı. Əbrəşlər. Bu əbrəşlər neçədir? 7 manatdan. Bazar olsun. Xəzər qardaşın yanında indi yem qablar, su qablar, üzüklər hamısını sizlər üçün deyəcək qiyməti. Salam aleykum, hər kəs salamlayırıq. Soyuqdur, donmuşuq, bürünmüşük. İnşallah bax qardaş, üzüklərimiz var 10 qəpiyə. Sonra belə simit üzüklər, halqa üzüklər var belə 10 qəpiyə. Sonra burada 15 qəpiyə. Nət nəzik üzüklər, cəmaət nəzik üzüyü istəyir, bax bundan bax belə deyək. Paska ilə bir yeri 13 manatdır. Hələ ucuz da verərik inşallah, çox götürən olsa. Belə tətək 15 qəpikdir. Sonra alüminium üzüklərimiz 30 qəpikdir.
qırqovul açkiləri, toyuq açkiləri belə deyək. 50 qəpikdir. Üzü qabımız 5 manatdır, yem qabımız 7 manatdır. İndi inşallah böyüklər gələcək. Hal-hazırda əlimizdə olan budur. İnşallah bildirsin yumurta satış edirik. İstəyənlər olsa bizlə əlaqə saxlayarlar. Nömrəni də deyəcəyik axırda. Bu belə paska 12 dənənin içində 2 manata. Yəni 16 qəpiyə də düşür də belə deyək. Yəni çox götürsələr desə bir 50 qəpidir. Eyni qiymətdir. Çünki 20 qəpiyə, bazarda 20 qəpiyə satılır. Çox yerə 20-25 qəpidir. Yumurtalar da mayalı yumurtalardır, yəni belə deyim. Özümüz yetişdiririk, inşallah paylaşacağıq TikTokda da özü, yəni təsərrüfatımızı xırda-xırda yəni böyüdürük. Belə qabları satılır, bildiğiniz yumurta qabları 15 qəpikdir. Çox kötü olsa biraz endirim eləyərik. Böyle su qablarımız var, düz ölçün yem qablarımız var. 2 manat 50 qəpiyə. Folluqlarımız var orada. Belə 3 manatı tək. Məsələn bu da 4 bucaqda, bu da 3 manat tək. Amma keçəsinin yeri 4 manatadır. Pompalarımız 7 manata, 8 manata. Nipel suluqlarımız var vedrəyə bağlanmaq üçün 2 manatdır. Su qablarımız var 12 litri, su qabımız 12 manata, 8 manata, 5 manata. Yem qabı, su qabı toyuqlar üçün. Balaca su qabımız 5 manata 2 litri. Ümumi kim nəsə istəsə, inşallah yeni mallarımız gələcək. Mineral da Allah'ın izniyle mineralımız da gələcək. Hal-hazırda burada var 1-2 dənədir. Prosta onu uşaqlara istəyib çatmışam deyə. Minerallar gələcək. İstəyənlər olsa 050 760 41 01 nömrəsinə əlaqə saxlasınlar. Təşəkkür edirəm qardaş. Allah razı olsun. Allah hər kəsin malına mülkə bərəkət versin. İnşallah videomu bəyənək, paylaşaq, daha çox insana getsin. Çalışdıq, yəni bu tezdən sizlər üçün bir çəkiliş eləyək. Əlimizdən gəldiyi qədər bir daha deyirəm, sizlər üçün çəkiliş elədik.